Salam aleykum, hamınızı xoş gördük değerli dostlar, değerli izleyiciler. Bu günler Binə qəsəbəsində qiyməti 56 bin Azərbaycan manatına gözəl evimizin ağ ev. Bax, Amerikadakı ağ evin çəkilişinə gəlmişik elə bil ki. Bura Binə qəsəbəsidir. Değerli dostlarım, gözəl, möhtəşəm həyət evi istəyənlər mütləq əlaqə saxlaya bilərlər. Səhifədə əlaqə nömrələrimiz qeyd olunub. Əlavə olaraq bax, məhəlləmizin kamera sistemi mükemmel şekilde yığılıbdır. Çok səliqəli bir ərazidə, gözəl, yaşayışlı bir yerde mükemmel evimizin çəkilişində. Gəlin bura dostlar. Həyətinə 2 dənə dalbadal maşın girir. Dalbadal 2 dənə maşın rahat bir formada girir. Ağ evdir. Bunun da öz aurası var, öz ləzzəti var ağ olmağının həqiqətən də. O qədər rəhli evlərə giririk ki, amma ağ evə girəndə adama bir başqa aura verir, ləzzət edir. Çünki ağ bizim nəyimizdir? Ağ bizim nəyimizdir? Nəyimizdir? Ağ bizim nəyimizdir? Ağ bizim nəyimizdir? Rəylərdə qeyd edin inşallah. Değerli dostlar, deməli, burada evimizin podvalıdır. Çox səliqəli bir podvaldır. Qupqurudur dostlar. Gördüğünüz kimi mükemmel bir ev. İnşallah daxil olağın. Evimizin içine keçəcək. Keçməmişdən əvvəl onu deyim. Suyumuz artizan suyudur. Sənətimiz fərdi yaşayış üçün verilən çıxarış sərəncamıdır. Notarial qaydada alqı-satqı olunacaq. Novlarımız atılıbdır. Evimizə daxil olaq. Buyurun gəl. Evimiz balkon sistemlidir. Bax, balkon sistemli evdir. Burasında balkonu var. Lazım olanda buradan çıxırsan belə baxsın məhliyə zadana. Ya. Buradan şey deyir, fısıldayır. Neyse değerli dostlarım, fısıldamağına bakmayarak biz bir anlık özümü getirdim. Dostlar, geçen şeye boynumuz adımı da düzeldim. Düzdür de qəşəng sərqəli olan ha. Mükemmel. Saçımız adımı da darayım. Keçdi evə. Gəlin bura dostlar. Evimiz koridor sistemli evde. Kapılarını örtüyorum. Tapanca kimi kapıları var. Maşallah bu kapıları kim düzeldirsə, elə bir pistolet düzeldir. İnandırım sizi gəlin bura hələ. Bak gözü kukula kimi. Şak, şip, şak. Evimizin iç salına girəcək. Gəlin bura. Dostlar, evimizin zaları qəşəng, akkuratlı, səliqəli, necə lazımdır, mükəmməl, kombi xətlərimiz var, ev aboylanır, Lülmunguri gördüğünüz kimi süper bir evdir. Buna deyirlər nə? Cibabondes. Gəlin bura dostlar. Gəlin inşallah keçək otağımız olan məhbəx otağına. Gəlin bura. Bu da evimizin məhbəxidir. Dostlar, məhbəx də səliqəli deyil. Hanımlar, gördüğünüz kimi mükemmel bir mətbəximiz var. Gözəl, yəni aboylanır, çox səliqəlidir. Yəni mən razıyam bu evdən. İnanıram ki siz de razı olasınız. Dostlar, burada evimizin siparişi. Geniş sipariş istiyorsunuz. Bak, benden həmişə deyirsiniz ki, evlərin geri 3-cü siparişlər olur. Bak, sizə 5'e 3'e sipariş. Nə istəyirsiniz? 3 yarımlara. 5'e 3 yarıma siparişlər. Çox səliqəli, mükəmməl. Gəlin bura. Evimizin bak budur. Bak, bir dənə bak budur. Bak, 3 yarım olan bir dənə bu otağında. Bir dənə burada. Detskipte uşaq otağıdır, normal faydadır. Bilirsiniz ki dostlar, burada da evimizin sancaqlı uşağıdır. Onu da bildirmək istəyirəm ki, pəncərələrimizin heç biri şeyə baxmır. Burada məhliyə baxır, maşını burada saxlayır dostlar. Heç qapıya salma, qapının ağzında qoydursun, burada. Yəni ətraf yaşayış, asfalt yol yaxır, onu deyim biləsiniz. Gülüs, buradan da ki həyətinə baxır, dostlar, özün həyətinə. Öz həyətinə baxır. Son maşın gətirsə alırlar. Ya öz həyətə baxır. Necə lazımdır? Kukula kimi ev. Bu arada Aysu xanım əslində İzləyicilərimizi salamlayıram. Təbii ki, gün içində sənin izləyənlərimiz canlı yayınlar olsun, çəkilişlər olsun, müştəri danışanlar olsun. Beynimiz yorulur dəyərli izləyicilərimiz, amma yenə də işimizlə qürur duyuruq ki, hər bir şey sizin əlinizə gətirir ki, rahat bir şəkildə izləyərsiniz. əsliyəndə elə bir sanki fil udacaq dərəcədə belə beləcəlik demək var. Değerli dostlar, siz görmədiniz ekranda. Bir gün o nəslə məni tutub sizə göstərəcəm.